çöldə aktiv istifadədə olan xanımlar var. Hansı ki, onlar reabilitasiyadan qorxurlar, yəni həqiqətən də bura gəlməyinə. Onlara nə tövsiyə verərdim mən? Yəni Allah üçün də sənin özün bura gələndə necə yanaşma oldu, hal-hazırda 3-cü aydır, proses necədir? Yəni bizim mərkəzin light mərkəz olduğuna görə, yəni buradakı proses haqqında istəyərdim xanımları çatdırasan, yəni məlumat verəsən. Mən belə demək istəyirəm də, mən mükarımdır. Mən hər kəsə demək istəyirəm ki, burada belə bir şey yoxdur. Yəni mən doğrudan da ilk dəfə bura gələndə elə bilirdim ki, burada məşdağa kimidir də, darıxdırıcıdır, heç kim başa düşməyəcək. Çünki mən məşdağaya gedəndə mən özümlə kitab aparmışdım, dəftər aparmışdım ki, orada yazım, pozum, oxuyum, yəni imkan vermirdilər. Amma bura gəlmişəm, burada hər bir şərait qururlar ki, cəmaət doğrudan da sağalsın. Mən elə bildim ki, burada bizə biz burada rabota yazırıq. Yəni həyatda, yəni istifadə vaxtı, yəni uşaq vaxtından nə zərbə almışıq, biz onu yazırıq. Mən elə bildim ki, mən birinci rabotanı yazanda, öz travmaları yazanda mənə gülərlər, eləyər. Amma yəni tərsinə mənə burada başa düşüblər. Yəni mənə burada məsləhət də veriblər ki, yəni necə dürüst yazsan, səndən çıxacaq. Yəni hər şey yaxşı olacaq da sənin həyatında, dəyişiklik olacaq. Mən qərəzlə yanaşırdım da, elə bilirdim ki, yox da, yalan danışılırsa, mən oxusam, güləcəklər mən tərsinə. Yəni doğrudan da hamıya demək istəyirəm ki, hamısına demək istəyirəm ki, yəni kim doğrudan da sağalmaq istəyir, gəlsin bizim reabilitasiyamıza. Yəni biz dəstək olacağıq hamımıza. Yəni siz doğrudan da, yəni narkotikdə yaxşı şey yoxdur da. Yəni heç nə görməyəcəksiniz. Kim elə bilir ki, narkotik yaxşı şeydir, narkotik onun dostudur, sevgilisidir, nə bilim nə idi. Yox, tərsinə, narkotik sizin düşməninizdir. Narkotikdə heç nə görməyəcəksiniz. Əlinizdə nə var, yəni onu da itirəcəksiniz.